proqramı qonağı isə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri istiqlallı deputat Fərəz Quliyevdir. Fərəz bəy, xoş gəlmisiniz. Xoş gördük. Sağ olun. Mən də sizdə tamaşaçılara salamlayıram. Təşəkkür edirəm. Fərəz bəy, son xüsusilə dekabrın 28-dən başlayan bir İranda etiraz aksiyaları dövrü var. Düzdür, bu iqtisadi aksiyalar kimi başlamışdı. Yəni dolların həddindən artıq bahalaşması, yəni İran pulunun sıfıra düşməsi ilə bağlı və sahibkarlara dəymiş zərərin ödənilməsi və digər sosial amillərlə başlayan etirazlar kifayət qədər siyasiləşdi və artıq müharibə ehtimalına qədər gəlib çıxıb. Dünən axşam İran bir bəyanat yaydı və hərbi obyektlərin vurulması ilə bağlı hətta Türkiyənin də adını çəkərək Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri daxil o regionda, ümumi o regionda yerləşən bütün ölkələrdəki Amerika hərbi bazalarını vuracaqlarını açıqladı. Trump isə 24 saat İrana vaxt verdi ki, etirazçıların həbs olunanlar buraxılsın, edamlar dayandırılsın, insanlara atəş açılmasın, öldürülməsin, yoxsa mən də İranı vuracam. Yəni İrana hərbi müdaxilə olacaq. Artıq müharibə ehtimalı da yaranıb. Nə baş verir, nə olacaq? Siz necə düşünürsünüz? Bilirsiniz, sizin indi bir müqəddimə çıxışınızdan da aydın oldu ki, bu artıq bir lokal proses deyil, bir ölkə daxili proses deyil. Nəinki ölkə daxilində bir sektor, yəni iqtisadi sektoru əhatə edilən məsələ deyil, ümumiyyətlə ölkə daxili məsələ deyil. Və burada prosesləri proqnozlaşdırmaq, gələcəkdə baş verənləri modelləşdirmək, ya böyük güclərin, ölkə daxili güclərin yeni şəkilləndirilməsi ona görə mürəkkəbdir ki, bu məsələlərdə sonrakı status quoya baxış fərqlidir. Hər kəs özünün vizyonuna uyğun bir status quo müəyyənləşdirmək istəyir. Və bu status quolar da çox fərqli bir məsələdir, yəni nəzər baxımından. Ortaq bir mövqe tapmaq, o qüvvələrin ortaq davranışını da modelləşdirmək bu baxımdan çox çətindir. Yəni, iştirakçı oyunçuların bir əlaqə yaratması, qaydası olmuş şəkildə fəaliyyəti ona görə çətinlik yaradır. Baxışlar fərqlidir. Məsələn, post-inqilab dönəmi, adını belə qoyaq, ya üsyan dönəmi olsun, ya yeniləşmə dönəmi olsun. Çünki, məsələn, burada İsrailin bir baxışı var. Bu, İran məsələsinə təkcə İran ölkə daxili məsələ kimi deyil, həm yaxın və orta şərq məsələsi kimi baxır. Onun üçün çox əhəmiyyətli bir məsələdir və gələcək İranın hansı durumda olması İsrailin həyatı mənafeydir. İndi biz bir bunlara toxunarıq da. Yəni, ona görə orada gələcək İran necə olsun sualın cavabında İsrailin yanaşması bir cür. Amerika Birləşmiş Ştatların yanaşmasında tamam fərqli bir cür. Tutaq ki, İranı istəyir ki, defalda saxlasın, özünə uyğun bir rejim olsun və onun neft, qaz falan yataqlarından istifadə edə bilsin. Kəngər körfəzi ki, Fars körfəzi deyirlər, Kəngər körfəzi normal şərtdə kontrolda olsun. Bura ona o qədər bağlı olsun ki, burada əlavə qüvvələr saxlamağa ehtiyac qalmasın. İndi deyirsiniz, Səudiyyə Ərəbistanında, Türkiyədə, başqa yerlərdə hərbi bazalar saxlanılır. O nəyə görə saxlanılır? Daha çox İran amına görə saxlanılır. Deyək ki, burada başqa uzaq görsənən dövlətlərində maraqlar. Çinin özü marağı var. Çin orada sabitlik istəyir. Hansı quruluş olursa olsun, hansı formasiya olursa olsun. Ucuz neft alırsın, bəsdir. Uzun müddətli sabitlik yaratsın, o neftini alsın, ucuz alsın. Logistik imkanları və maddi cəhətdən onun məsələləri həll olunsun. Orada bir limanı da icarəyə götürmüşlər. Yəni, bunun da bir baxışı var. Hindistanın bir baxışı var, ucuz neft almağına bağlı olaraq da. Görürsə, uzaq şərqə qədər burada getdi. Hələ yaxın qonşulara gələndə, məsələn, Türkiyə və Azərbaycan ikisi demək olar ki, orta xarici siyasətdə mənsub olan dövlətlərdir. Amma burada da Güney Azərbaycan məsələsi baxışlarda fərq var. Bizim öz baxışlarımız vardır. Güney Azərbaycana, amma Türkiyəndə baxışlarında fərq var. Mən neçə il əvvəl televiziyalarda da müsahibədə demişdim ki, mütləq bu sonuncu bundan əvvəlki dalğaçı var idi İranda. Demişdim ki, mütləq Azərbaycan tərəfindən, Türkiyə tərəfi xüsusi xidmət orqanları, xarici nazir oturmalıdırlar. Alt yapıda gələcək İranla bağlı strategiyasını ümumi strategiya işləmək lazım. Çünki şərtlər belədir ki, orada vəziyyət mütləq şəkildə dəyişməli idi. Bugün də hətta zamana bağlamırıq. Bugün dəyişməsə də, amma bu elə bir vəziyyətdir ki, bu mütləq şəkildə İran dəyişməyə məhkumdur. Və bu İranın qabıq dəyişməsi kimi də bir oturmuş status quo'nun yaranmasına gətirib çıxara bilməz. Diktatör rejimin mahiyyətini biraz dəyişsinlər falan, bu oturmuş çox dəyişikliyə ehtiyac var yəni. Çox köklü şəkildə dəyişikliyə ehtiyac var və buna hamilədir İran uzun müddət.
Yəni Türkiyənin də öz başlı. Türkiyə ehtiyat edir ki, məsələn, burada İran sabah dağılandan sonra 46-47-ci illərdə Mabat mərkəzli bir Kürdistan Bəli. Böyük Britaniyanın Rusiyanın dəstəyini oldu. Orada da indi Kürtlər də ayaqlanıbdılar. Bu məsələni ortaya qaldıra bilərlərmi? Bu sonra Türkiyənin cənub-şərq ərazilərində bir narahatlıq yarada bilərmi? Və mən buradan bir çıxış edib demək istəyirəm ki, bunu da danışmaq lazımdır Türkiyənin ki, baxın, necə ki Suriyada, İraqda o təhlükələri yerli rejimlər, Türkiyə bağlı rejimlər, məsələn Suriyada dəyişikliklər ya İraqdakı dəyişikliklər, o təhlükələri sovuşdururlar. Güney Azərbaycan da bir müstəqil dövlət olarsa, o həmin çətinliyi və gözlənilən təhlükəni rahatlıqla aradan qaldıra bilər. Belə bir təhlükələr ehtiyat eləməyə dəyməz. Burada Azərbaycan türklərinin güneydə 40 milyon insanımızın birmənalı şəkildə dəstəklənməsinə çox ciddi şəkildə ehtiyac var. Əslində, susqunluq və indiki məsələ vəziyyəti saxlamağa, bastırılmış mina kimi o problemdə saxlamağa bağlı deməkdir. Rusiyanın da təbii öz marağı var. Rusiya, İran və Çin şər üstüdarı kimi adlandırırlar. Bunların özlərində siyasi maraqları vardır. Və bilirlər ki, məsəl üçün, Rusiya bilir ki, İranın çökməsindən sonra onun Ukrayna cəbhəsindəki vəziyyət də yaxşı olmayacaqdır və ümumiyyətlə Rusiyanın bağlı fərqli addımlar atıla bilər. Nə qədər fərqli məsələlər var. Bu hələ kənar baxışlar deyirəm, hamısını sadalamadım. Ərəblərin öz baxışları var falan. Ölkə daxilində vəziyyət. Məsələn, Əhvazlar öz bayraqlarını azadlıq bayraqlardan çıxdı, Əhvaz ərəbləri. Bərcilər özlərinin istəkləri, silahlı qüvvələri hətta çıxarırlar, Kürtlər oradan çıxırlar falan. Ən az bu məsələlərdə biraz ehtiyatlı, mən deyərdim, ağıllı və doğru və səbirli davranan, amma etirazını da bildirən, müşvarlarını da mənləşdirən Güney Azərbaycan türkləridir. Güney Azərbaycan türkləri nə bazara bağlı çıxdılar, nə şah çağırışlar, əksinə, şahın da ona da etiraz edilər, indiki rejimə də etiraz edilər və nə şah, nə şeyx şüarının ortaya çıxdılar və bir konseptual bir yanaşmaları əvvəldən var idi Güney Azərbaycanlılar ki, azadlıq, ədalət, milli hökumət. Bu çox belə normal bir şüardır. Əslində, milli arzu özü milli ideologiyadır. Yəni, milli ideologiyanın ortaya çıxan Azərbaycan türkü orada formalaşıb. Amma yenə də baxın, müxtəlif orada etnik kökənli yanaşmalar da vardır ölkə daxilinin özündə. Bu da bir çətinlikdir, gələcək status kvona bağlı. Ola bilər ki, mən cavabımı biraz uzun verirəm, amma istəyəm əhatəli olsun ki, məsələyə yanaşmamızda bu çox ciddi məsələdir. Burada o azlıqlarla da deyək ki, danışmaq da mümkündür. Amma gəlin götürək elə Azərbaycan türklərinin özlərinin yanaşma məsələsi. Bunun özündə də fərqli yanaşmalar var. Çoxluq istiqlal şüarının ortadadır. Amma bütöv İranda islahatlar istəyən tərəf də var. Şahı az da olsa, Güney Azərbaycanda yox idi ki, Tehranda falan istəyən kəsimlər də vardı. Federasiya istəyənlər də vardı. Məncə, əlbəttə biz Güney Azərbaycan... Hətta mövcud rejimi dəstəkləyənlər də az deyil. Yəni, Molla rejimi. Təbii, Molla rejimi dəstəkləyənlər də vardı. Hətta mücahidin xalqin dəstəkləyənlər, Rəcəvi Güllər dəstəkləyənlər də vardı. Mən onların o tərkibini, prinsiplərini falandan da bilirəm, nədən ibarətdir, onlar nə istəyirlər. Yəni, bu qədər fərqli baxışın içərisində indi gəlib İran üçün modelləşmədə kənar güclərin, böyük güclərin də qərar verməsində çətinlik yaradan bu baxışlardır. Məsələn, Şahın oğlu Trumpla görüşmək məsələsi vardı. O dedi, bu hətta yaxşı olan da var, bunluq deyil məsələ. Və tam təsdiqlənməmiş məlumata görə Güney Azərbaycandan olan fəallarla da görüşlər keçirilir müəyyən çərçivələrdə və onlar da dinlərilir, baxılır ki, bizim əhalində. Çünki biz orada milli etnik olaraq azlıq deyilik, biz çoxluq. Çoxluq, bəli. Biz azlıq deyilik. Hətta rəsmi statistik rəqəmdə indi nə qədər realdır bilmirəm, bizi ikinci yerlər, birinci yerdə amma elə deyil. Əksəriyyət bizi. Çünki qalanları yarısı faktiki olaraq bizi, ərazi olaraq ostanlarda yerləşməkdən başqa Tehran özündə və ətrafında Azərbaycanlılar başqalarından xeyli çox. Başqa millətlərdən daha çox elə Azərbaycan türkləri yerləşir. Baxın, burada çox böyük yanlışlar vardır. Düzdür, biz Şimal Azərbaycan, Cənub Azərbaycanda gələcəkdə xalq nə qərar qəbul edəcəksə, biz onu dəstəkləyəcəyik, biz o iradəni tanıyacaq. Amma mən hesab edirəm ki, istiqlal şüarından çıxış eləmək doğrudur. Niyə?
Bəziləri deyirlər ki, məsələn, İran bütövlükdə Türk idarə etməsində olar. Bir Türk dövləti kimi, Qacarlar kimi. Bu daha bu normal, belə baxın. Bu gün İranda iş başında olanlar kimlərdir? Türklərdir. Xamenei də türkdür, dinlidir. Pezeşkiyan türkdür. Hərçənd də bu iki fiquru bir-birinə tam da bərabər tutmaq mümkün deyil. Kifayət qədər fərqlidirlər. Fərqlidirlər, amma Pezeşkiyan millət özün tanıyan, kimliyini tanıyan, hörmət edən və ondan qürur duyan və milli kimliyə xidmət edən elementlərin üstün vəzifə gəlməsində daimi tutmaqdan maraqlı olan bir şəxsdir. Amma icra edə bilirmi? Yox, görünmür. Aparat qoymur, sistem qoymur. Ya vilayətə fərq deyil, bu Xameneyin özü hətta bu sabah bir Azərbaycan türkü proqramından çıxıb çalışsa, o sistem, o zümrə onu qoyarmı? O zümrə oturuşmuş bir zümrədir. Bu monarxiya deyil, bir nəfər qərar versin və məsələ həll olsun, bir məsələ yoxdur. Görürsən, bir neçə Pezeşkiyan elan elədi ki, mən iqtisadi islahatlar görmək istəyirəm, mənə mane oldu. Açıq mətndən danışdı adam. Qoymurlar işini görürsün adam, prezident kimi. Yəni, bir fiqurun orada iş başında olması məsələnin həlli deyil. Üstəlik də, baxın bəy, tutaq ki, o təkliflərdə səslənir cəmiyyətdən ki, bəlkə islahat tipli yanaşmalar olsun, hər kəsi qane edən belə bir şey ola bilər ki, bütün səlahiyyətlər və ya əksəriyyətlər Pezeşkiyana, prezidentə verilsin, bu səhvətlər falan da bunlar da olsunlar kənarda falan. Sabah başqa bir prezident seçilsə nə olacaq? Yenə köhnə sistem bərpa olunur. Pezeşkiyana sui-qəsd olunsa nə olacaq? Ki, bunlar hər an orada gözlənilən bir məsələdir, mümkün olan bir məsələlərdir. Yenə bəli, əvvəlki bir... Çünki ortada örnək var. Konstitusiyada 15-ci maddəsində milli haqlarla bağlı xeyli müddəalar var. İndiyə qədər o həyata keçirmir. Və yaxud da 79-cu il inqilabında şəriət mədarı öndə idi. Xamenei Fransada gəlməmiş Xamenei. Şəriət mədariyə bütün məsələləri vəd vermişlər. Amma sonda Qum şəhərində saxladılar adamı. Tərcid elədilər. Heç telefonlara da cavab verə bilmədi. Günün birində çıxartdılar televizyon məcbirləri adam verir ki, mən İmam Hüseyin yolu getmədim, İmam Həsən yolu getmədim. Bütün o inqilabı orada dirçəlişində başım var. Yəni, fərdə bağlamaq doğru deyil. Və tutaq ki, bu günləri o İran dediyimiz formatda saxlandı məsələdə türklər də iş başında oldular. Amma bu gün Əhvəz bayrağından ortaya çıxan ərəblər sabah müstəqillik üçün yenə savaşacaqmı, yoxsa yox? Sual qalır. Savaşacaq. Farslar savaşacaqmı? 100%. Lorlar savaşacaqmı? Bəlucular savaşacaqmı? Kürtlər savaşacaqmı? Türkməndə iddialarını qaldıracaq. Bütün bunlar da sual olarak saxlayırsan, yəni bastırılır, minalarda bunlar və zamanın gözləyəcək. Bizim üçün ona görə Güney Azərbaycan müstəqil dövlət olması, müstəqilliyin tam 45-46-cı illərdə kimi təsbit etməsi və İranın qalan hissəsində federasiya olacaq, nə olur, özü bilər. Münasibətlərdə saxlamaq mümkündür. Məncə, normal Azərbaycan üçün ədalətli status-quo və bölgədə bütövlükdə gərginliyin aradan qalxması, bu məsələnin həlli buna bağlıdır. Azərbaycan türkləri əgər yenə də aldansalar, vədlərə uysalar, müxtəlif günlük şüarlarla onlar da qoşulsalar, itirmiş olurlar. Bəzən qınayırlar Azərbaycan türkləri. Niyə az çıxdılar, niyə gec çıxdılar, niyə daha çox fəallıq edən. İranda bütün məsələlər Təbrizdə həll olur. Bütün inqilablar Təbrizdə son nöqtə qoyulubdur. Həmişə də Təbrizi qabağa salıblar Güney Azərbaycan. Mən Təbrizi ümumiləşdirmiş şəkildə bilirəm. Güney Azərbaycan türkləri qabağa salıb. Qırğın da onlardan olub. İtkilər də bizimkilərdən olubdur. Və nəticə də bizim əleyhimizə olubdur həmişə. Mən hesab edirəm ki, orada hesablanmış, ağıllı şəkildə davranış lazımdır. Amma gücü də nümayiş etdirmək lazımdır. Öz şüarlarına meydanlara çıxmaq lazımdır. İstəklərimizi ortaya qoymaq lazımdır. Və biraz itirilmiş zaman vardı. Mən hələ 2002-ci ildə Haqada Dünya Azərbaycan Konqresində bir çıxış elədim. Məhbəsdən təzə çıxmışdım. Mənə o təşkilata dəvət elədilər. Və mən orada həm DAK rəhbərliyinə seçildim. Sədr müavini kimi, həm də Azərbaycan nümayəndəliyi rəhbəri oldum. O vaxt güclüydü Dünya Azərbaycan Konqresi. Çox güclü bir təşkilat idi. Sonradan müəyyən səbəblərdən, müəyyən adamların ambisiyaları dağıldı təşkilat. Mən orada bir çıxış eləmişdim Haqada. Qalır istəsəz, mən sosial şəbəkələrdən sizi bildirə bilərəm. Orada təklif elədim ki, Güney Azərbaycan mühacir hakimiyyətini yaratmaq lazım. Ən azından komissiyonlar yaratmaq lazımdır. Mesela konstitusiya komissiyası yaratmaq lazımdır. Ya islahatlar komissiyası yaratmaq lazımdır. İranın sabah bir gün baş verən bölünməsində Güney Azərbaycan türkü nə istəyir sualını beynəlxalq aləmə, beynəlxalq təşkilatlara, böyük dövlətlərə çatdırmaq üçün, danışıb aparmaq üçün qurum lazım. Təsəvvür bu günləri artıq şahın olduğuna yox. Əgər qurum olsaydı, komisiya olsaydı, onlara danışardı. Evet. Ambisiyaları qırağa qoymaq lazımdır.
Müxtəlif güneydən olan təşkilatlar ola bilər. Olsun. Təşkilatlar özünü saxlamaqla onun bir koordinasiya mərkəzi yarada bilərlər də, bir məşvərət Vahid idarəçiliyi deyirsiniz də. məşvərət məclisi yaradırsan, orada da konsensusla qərar istəməyən bir adam bir qərar qəbul bunu eləyir, o istəmirsə iştirak eləməsin. Belə də eləmək olar. Amma bu məşvərət məclisi Güney Azərbaycan adından bu müxtəlif qurumlarla zamanlı danışsınlar. O görürsən suallar var. Bilmirlər bəzi dövlətlər ki, orada Güneydə kim nə istəyir, Bəluçlar istəyir, nə Kürdlər. Yəni millətin adından danışmaq üçün. İndi də bu toparlanmalıdır məncə zamanı. Yəni belə bir mürəkkəb vəziyyət yaranıb. Amma hər halda hesab edirəm ki, İranda nə qədər bu təpkiləri, bu etirazları olmağa çalışsalar da, məncə bunu sona qədər sakitləşdirmək mümkün deyil. Fərid bəy, indi baş verən hadisələr, bu etirazların nəticəsi nə olacaq sizcə? Məsələn, rejimdə bir dəyişiklik olacaqmı? Hər hansı bir güzəştlər və yaxud da hansı bir nəticəyə nail olmaq mümkün olacaqmı? Çalışacaqlar ki, müəyyən qədər güzəştlərə getsinlər. Bəlkə də əvvəldən də müəyyən məsələ nəzərdə tutulur. Məsələn, Pezeşkiyanın prezident seçilməsi məsələsi bir Azərbaycanla hesablana bilərdi ki, bu sonralarda İranda baş verən hadisələrdə Güney Azərbaycanda biraz sakitliyə eləməyəcək falan bu fiqurdan istifadə eləmək amalıla da bu ola bilərdi. Mən köydə salmaq istədim Pezeşkiyanı, millətçiliyi falan. Və deyək ki, rejim səlahiyyətlərinin bir çoxunu prezidentə ötürməklə, islahatçılar qanadına verməklə ki, islahatçılar təkcə Azərbaycan Türkiyə olaraq Pezeşkiyan yox, başqaları da, Hatəmidir, başqaları da artıq o şüarları müdafiə edirlər, yumuşaq şüarları müdafiə edirlər ki, ora ötürməklə biraz bunun bu havasını almaq modeli ortaya qoya bilərlər. Məsələn, Amerikanın ola bilər alt yapdığı danışıqlar gedir, müəyyən şeylər. Dünən axşam elə bir bəyanat verildi ki, artıq iki razılaşmalar var, kimi bir məlumat yayıldı. Bax, bu da ola bilər. Əgər bu razılaşmalar olarsa, müəyyən qədər sanksiyalardır. Çünki səhər də Xarici Naziri İranın bir fikir bildirir ki, biz əgər sanksiyalar götürülərsə, nüvə məsələsinə danışıqlara yenidən baxa bilərik falan kimi bir məsələ. Amma dönənə qədər deyir ki, yox, biz işimizi görəcəyik. Əgər razılaşmalar olarsa, Amerikanlar da burada ona uyğun olan bir rejimin qalması üçün, məsələn, Venezuela götürür. Maduro'nun həbs edib atıblar qırağa, bir nəfərdir, doğru mu? Orada nə dəyişdi ki, bir adamı götürdülər. Öz vitse-prezidenti gəldi təzədən. Rejim də qalır yerində. Amma onun dedikləri elədilər görür ki, yaxşı, siz güzəldir, yaxşısınız. İynədən sonra şəxsi maraq məsələsidir bütün hallar. Təbii, dövlətin. Amerika dövləti, onlar gizlətdirlər ki. Deyirlər ki, bizə xidmət edirlər. Bugün tutaq ki, Alyaska haqqında danışırlar. Deyirlər, bizə lazımdır. Qızıl Qübbə müdafiəsində bizə lazımdır. Çili və Rusiyanın gitməsini istəmir. Açıq deyirlər. Qrinlandiya istəyir məsələn. Deyir, Venezuelada neft çoxlu olmaz, neft dəniz kontrolü eləməli. Sən satanmasan falan yerləri. Biz sata bilməsən. Yəni, açıq mətnlə danışır. Trump'ın bir yaxşı tərəfi budur ki, bir gizlətmiş. Gizlətmir. Deyir, bu cür edir. Deyir, onu başlayır eləmək. Yəni, bu günləri İran tərəfi əgər Amerikanın anlaşmaya gedərsə, ondan sonra bu islahat da, daxili islahat məsələsindən də biraz müəyyən qədər ola bilər ki, məsələ yumuşalsın. Amma bu məsələnin həll olacaqmı? Məncə yox. İranda artıq o resurslar tükəndi. Yəni, birinci milli haqlar uğruna mübarizə başladı. Yəni, məsələ bazardan başlamağına baxmayaraq, artıq siyasi donunu geydi. Bu günləri, deyək ki, rejim vilayəti fərq öz şeylərini, səlahətlərinin bir hissəsini verə bilər Pezeşkiyana və islahatçılara. Amma hər şey sakitləndən sonra 5 gün sonra geri almağı nə var ki onu? Necə verib elə də ala bilərdi. Necə verib elə də alacaqdı. Yəni, bir şey ki, sənə verirlər, onu səndən ala bilərlər. Ona görə deyirlər, azadlıq verilmir, azadlıq alınır. Alanda sənin olur. Təbii, sən, əgər biz bugün bu proseslərdə, düzdür, Güney Azərbaycan ehtiyatlı davranıqdır, amma görürsən, bir balaca ayağı yer tutan kimi İran Ali Məhkəməsinə bəyanat verdi. Bu, ixtişaşları tutulanlar hamısı müharibə caniləridirlər və edam hökmü çıxarılır. Artıq bir-iki nəfəri də edam ediblər. Edam hökmü. Yaxşı, bunlar repressiya marşını işə salandan sonra. Biraz da belə deyək ki, ələnib üzə çıxıb da, kim kimdir, aparıcılar kimdir, vahid lider olmasa da hər halda əyalət liderləri, idarə edənlər var. İdarə edənlər müəyyənləşdiriblər bunu. Və tutulanlar var onların arasında. Onlara bir əl gəzdirsələr, onları assalar falan da olacaqdır. Yəni də
məsələni bitirərlər. Ona görə bu məsələni mən inanmıram ki, belə rahatlıqla, danışıqla, İran məsələn, arxeologlar kimi Amerikanlarla danışdıq falan kimi məsələ bitər. Bu məsələ zamana bağlamaq olmaz, amma mütləq şəkildə İran dəyişəcəkdir. Ola bilər 2 etaplı olsun. Siz dediniz bayaq. Evet. Ki bir islahat tipli bir şeyler eləsinlər. Proses biraz yüngülləşsin, amma bundan sonra ikinci mərhələdə artıq daha az qalınan inqilabi gələcək. Çünki bugünkü dəyişikliklər, etirazlar, inqilablar islahat istəmir, dəyişiklik istəyirlər. O islahatlar görüntüdür, illüziyadır. Evet. Mən inanmıram ki, o illüziya, o aparıcı adamlar, aparıcı etirazları yönəldənlər ki, görünmürlər, alt yapılar vardılar. Hesab edirəm Güneydə də bunlar vardı. Ki, bunlar o illüziyalara inanırlar. Çünki köklü şəkildə dəyişiklik olmasa, yenə deyirəm, bir yerə də əl gəzdəsələr bu adamlara edamlar başlasa, repressiyalar başlasa, ondan sonra daha çox. Bəlkə bu müqayisə biraz fərqli olacaq, amma məncə islahatlar həm də kadrlarla və strukturlarla bərabər aparılmanda effekt olur. Biz onun yəni beynəlxalq aləmdə də elə özümüzdə də onun şahid olmuşuq. Şəxslərin dəyişməsi, tək dəyişməsi heç nəyi həll eləmir və yaxud da təkcə islahat paketinin həyata keçirilməsi nəyisə həll eləmir. Burada yeni yanaşma və yeni texnologiyalar, kadrlar dəyişikliyi köklü şəkildə, kompleks şəkildə olanda effekt verir ki, siz də çox doğru vurğuladınız. Məsələn, İranda da buna ehtiyac var, görülür. Rəcəb bəy, müharibə ehtimalını necə qiymətləndirirsiniz? Amerika, düzdür, hələ ki bəyanat şəklindədir hər şey. Amerika da deyir vuracam, İran da deyir vuracam. Nəticə nə olacaq? Vuracaqlarmı yəni? Müharibə olacaqmı? Söhbətimizin əvvəlində biz xarici amillərə ki baxdıq, İsrailin də başları, Amerikanın da başları, bir ötəri baxdıq məsələyə. Məsələn, İsrail üçün İranın indi əlində uran, 400 kilogram uranı yumuşaq molda yoxsa sərt molda əlində qalması heç bir fərq yoxdur. Varsa təhlükə. Varsa təhlükədir. Bu istəmir ki, onun əlində bu qalsın. Ona görə bu daxili şərtlərdən başqa ki, Trump da demişdi ki, edamlar olmasın, dayandırılsın. Bugün də səhər dedi ki, dayandırılıb, mən bildiyim qədər o belə bir ifadə işlət ki, edamlar dayandırılıb. O edamlar dayandırılıb deməklə hələ hücum etmirəm. Mesajıdır və danışıqlara çağırır ki, masaya ki, gəlin danışıq, bax, görün adretimizdə. Amma burada İsrailin çox ciddi maraqları vardı. İranın raket, uzaq mənzil raket istehsalından bağlı tələbi vardı. Uranın zənginləşdirməsinə bağlı 400 kilogram zənginləşdirilmiş uranın təhvil verilməsindən bağlı istəklər vardı. Hətta bu istəklər olsa belə, yenə də İsrail İranın bu formada qalması həddən artıq narahatdır. Çünki İran bütün dövr ərzində zəifləməyinə baxmayaraq, İsrail ətrafında olan ərəb dövlətlərində paralel ordular yaradır. Bəli. Livan içərisində Livan ordudan daha güclü Hizbullah ordu var. Kimindi bu ordu? İran ordusu. Ya Fələstində olan hərbi qüvvələr olsun. Başqa dövlətlərdə Husilər vardı. Sadalama olardı. İraqda da var idi, Suriyada da. Bütün ərəb ölkələrində demolar var idi. Paralel ordular var. Və bu paralel ordular hamısının birinci şüarı İsrailə ölüm, Amerika ölüm şüarıdır. Və bunları da bu indi pulu azalıb deyək ki, İranın əvvəlki qədər sahib çıxmında, sabah bu İrana biraz sanksiyalar götürürsə, ki onlar deyir sanksiyanı götürün, biz də nüvə zənginləşdirilir. Pulu da gəlsə, neftin də qiyməti normal olsa, İran o qoyduğu məsələdə gerçəkəcək, yoxsa inkişaf elətdirəcək? İnkişaf elətdirəcək. Çünki istənilən imperiya böyüməkdə iddialı olmursa dağılmağa məhkumdur. Bax, Rusiyanın bu cür Ukrayna savaşının kökündə dayanan fəlsəfənin biri də budur. Sırf imperiya marağı. İmperiya marağı. Böyüməsəm kiçiləcəm. Sabit qalacağım yerimdə. Zəifləyəcəm çünki onu idarə etmək mümkün deyil. Geridə qalacaqsan sən, haqları istəməyə başlayacaqdılar. Azalan millətçənsən və bunlar başlayandan sonra istəklərini sən imperiyanı dağılacaq. Nədir bu yolu? Savaş axtarır. Birinci Dünya Savaşında da, İkinci Dünya Savaşında da Rusların əsas istəkləri özlərinin böyüklüyünü qorumaq və böyüməkdə iddialı olmaq. İran da o cür davranır. Çin başqa bir formatda davranır. İqtisadi savaşa üstünlük. Amma mahiyyət eynidir. Resurslar var, amma mahiyyət eynidir. Tamamilə doğrudur. Alət fərqlidir, mahiyyət eynidir. İndi faktiki Amerikada eyni siyasət aparmağa başladı. İndi orada da iki kampaniya vardı. İki deyək ki,
kəsim var. Ölkə idarə etməsinə təsir edən mexanizm baxımından. Bir kəsim Trumpa təyyarə minib Amerikadan kənar çıxmayacaqsa, Amerikanın kifayətdir, istəyidir. Çünki Trump əsasında Bush varının prezidentliyə gəlibdir. Və daha çox görürsünüz ki, Amerika qitəsində iş görməyə çalışır. Qonşularında falan, Grenlandiya, Alaska falan belə gəldi. Venezuela belə getdi. Daxildəki məsələlər, gömrük rüsumları, tariflər və başqa şüarda dəyişib. Tutaq ki, Avropada Rusiyanı zəiflətmək istəyir, amma əvvəl deyək ki, pul qoyurdu. Ukrayna silahı verdi, əvvəlsiz verirdi. İndi nə edir? İndi pul qazanır onlar. Kreditlə verir. Yox, pul qazanır. Deyir ki, Avropa ölkələri məndən alsınlar, ona versinlər. Evet. Elə deyil. Əvvəlki kimdə silah verilir? Daha çox verilir. Daha yaxşılar verilir. Amma pulla verir. Amerikanlar deyir ki, görürsünüz, dünənə qədər bizdən xeyli pul itmişdi. 350 milyar idi. Milyar biz pul itirmişdik. Amma indi mən hər gün pul qazanıram bu müharibədə. Həm də onun o eyni mövzuda bir bəyanatı da var idi ki, biz 350 milyard Biden, hətta Bidenə axmaq da demişdi ki, Biden 350 milyard pul xərclədi. Mən onu bir gündə bir imza ilə geri aldım. Doğrudur. İkinci kəsb isə Amerikanın süper dövlət olmaq üçün sərhədlərdən çıxması, açılmağında maraqlı, açıq. Bunu da edirlər. Məsələn, tutaq ki, bütün okeanlarda qüvvələrini artırmaq, Tayvan ətrafında güclənmək, Yaponiyanı qüvvətləndirmək, oradakı ittifak vardı. Japonya, Yeni Zelandiya, Amerika, Kanada falan belə bir dənə bir lisə falan yaratmışdılar. Bəlkə də o tərkibdə olsa da amma. Yəni hər tərəfdən anakonda hücumunda davam elətdirir. Yəni dünyanın belinə sarılan bir anakondanı da davam elətdirir. Məqsədi isə sonunda Çin udmaq, Çin, Rusiya, İran ittifaqını dağıtmaq, zəif salmaq və dünyada da hegemon dövlət kimi qalmaq iddiasında açıq da bəyan edir. Yəni Trump üçün də çətindir. Bu iki dənə fərqli baxışlarla buna ki, pressing edirlər, qabaqdan da seçkilər gəlir. Hələ aralıq seçkilər var yaxınlarda. Bəli, aralıq seçkilərimiz var. Bu elə oynamalıdır ki, hər tərəf bundan razı qalmalıdır. Ona görə mürəkkəb şəkildə bəyanatları verir, hücumdan bağlı olaraq. Məncə, Amerika tək başa qərar verə bilməyəcəkdir. İsrailin məsələdə maraqları mütləq şəkildə ödənməsini bizdən tələb edir. Çünki İsrail fikirləşir ki, yaxşı, indiki vəziyyətdə, əgər bundan da kritik vəziyyət olmayacaq, İran çıxacaqsa, ondan sonra daxildə də biraz sabitlik yaradandan sonra, pul da gələndən sonra, Amerikanın da razılaşıb sanksiyalardan qalxandan sonra, Amerikanın pulu verəndən sonra, öhdəliklərini yerinə yetirəndən sonra ki, varlandı, mənə tərki qalır da. Hədəf İsrail olur. Günün birində Trump getdi, başqası gəldi, yaxud da indiki rejim getdiyində başqası gəldi, hədəf yenə mənəm. Ona görə İranın vurulma ehtimalı gündəmdədir və mümkündür. Uzun müddətli müharibə olacağı gözlənilir. Yəni, quru müharibəsi olması sərgimə gözlənilir. Hətta mətbuatda ki, 50-yə qədər vurulası obyektlərin siyasi də bölünləşibdir ki, məsələn, Tehranda 4 yerdə Səfahın yerləri qərargahlarıdır, nə bilim, müəyyən yerlərdir falan, ölkə müxtəlif yerlərində şərbi qurumların vurulması, hətta Xameneinin iqamətgahı olsun, başqa yerdə olsun. Bu tipli yanaşmalar vardır. Yəni, kökə və kötək yanaşması, klassik yanaşma qüvvədə dayanır. Bu, İran rejiminin necə davranışına bağlıdır. Amma mən hesab edirəm ki, Güney Azərbaycan türkləri məxsusən xaricdən necə baxmaqlara yox ki, onlar xaricdən baxır, nə deyəcəkdir, nə eləyəcəkdir, Trumpın əlinə baxmaq yox ki, baxmırlar hesab edirəm ki, daxildə özlərinə güvənmək və oyun qaydalarını özləri müəyyənləşdirməlidir. Oyun qaydasını başqası müəyyənləşdirəndə, o istədiyi formada bunu oynayır. Oyun qaydasını biz özümüz müəyyənləşdirməliyik ki, biz nə istəyirik? Nə istəyirik? Bizim şüarımız budur, istəyimiz budur, hədəfimiz. Danışda mənimlə danış. Güclü olacaqsansa, istənilən dövlət, o başqa bir dövlət içərisində iş görəndə oradakı gücü mütləq nəzərə alır. Görürsən, Şahın oğlu nə qədər bəyanatlar çıxartır. Ciddi almalı, çünki orada gücü yoxdur. Gücü yoxdur, bəli. Amma sabahları Məryəm Rəcəbi çağırış eləsə, onlar Parisdə otururdular, mücadil xalq. Əvvəllər İraqdaydı, Türk xilafaldan da vardı, gələcəklər Parisdə. Bunların hətta ortaya çıxsalar deyək ki, var. Ondan daha çox güclüdür. Ondan daha çox dəstək edə bilən nəinki o. Ona görə biz güclü olaraq haqqımızı tələb eləməliyik. Güclü olmasaq bizim haqqımızı başqa məsələlərdə tələb eləsə də verməyəcək. Verməyəcək. Çox təşəkkür edirəm Fərəz bəy, dəvətini qəbul edərdiniz, gəldiniz.